Salam, hamınızı xoş gördük. Bugün mətbəxdəyik. Şərbət hazırlayıram. Şərbət bilirik ki, bütün Azərbaycan mətbəxinin, şirniyyatlarımızın, xüsusilə qədim Azərbaycan mətbəxində olan şirniyyatların xüsusi bir hissəsini təşkil edir. Bir çox şirniyyatlarımıza şərbət əlavə olunur. Milli şirniyyatımız sayılan və bütün dünyada məşhur olan paxlavamız şərbətlə hazırlanır. Şərbət necə hazırlanır? Şərbətin ölçüsü elə qədim analardan, nənələrdən bilirik ki, şərbət birə-bir hazırlanır. Yəni 1 kiloqram şəkər tozuna 1 litr su qatıb bişirilir. Amma necə bişirilir, hansı qaydada bişirilir? Bugün ondan danışacağıq. Bu o demək deyil ki, elə şəkərə su əlavə elədik, qaynatdıq, şərbət hazır oldu. Xeyr, belə deyil. Bunun da öz hazırlanma qaydası var. Və indi görək şərbət necə hazırlanır. Mən də xüsusi qaydada elə necə reseptlədir, elə hazırlayıram, birə-bir şərbət hazırlayıram. İndi bugün 2 stəkan şəkər tozundan hazırlayıram. Şəkər tozunu qazana əlavə edirik, üzərinə 2 stəkan su əlavə edirik. Ölçdüyünüz şəkər tozu elə həmən stakanla su da əlavə edirik, 2 stəkan. Və şərbəti dadlandırmaq üçün xüsusi ədviyyatlardan istifadə edirik. Mixək ata bilərsiniz, darçın çubuqları ata bilərsiniz və yaxud da ki, onları sevmirsinizsə vanil ata bilərsiniz və limon damcılarından istifadə edirik. Şərbət reseptindən, təyinatından asılı olaraq, yəni hansı qədərdə lazımdırsa, elə o qədərdə də hazırlamaq lazımdır ki, sonra artıq qalmasın. Şərbət vamodda bişirilir. Nəzarətdə saxlamaq lazımdır ki, qaynayıb daşmasın. Odu gür olarsa, şərbət tez daşa bilər. Artıq şərbət qaynayır. Vamodda yarım saat 40 dəqiqə ərzində hazır olur. Tam qaynamalıdır və şərbətin hazır olmasını necə bilmək olar? Şərbəti qaşıqla götürürük və gördüyünüz kimi indi qırılır. Hazır şərbət qırılmamalıdır. Sap kimi ayrılmadan tökülməlidir. Artıq az qalıb bişməsinə və içərisinə 4-5 damla limon suyu sıxırıq. 1 litr su və 1 kiloqram şərbət hazırlayırsınızsa, o zaman yarım xörək qaşığı limon suyu əlavə eləməlisiniz. Azərbaycan mətbəxində şərbət süfrəyə də verilir. Xüsusən qıza elçi gələrkən süfrəyə şərbət verilir razılıq əlaməti olaraq. Və bir də Bakıda xüsusi bir adət var, qədim bir adətdir. Hal-hazırda Bakının Qobu kəndində həmən adət yaşayır. Qız ata evindən gəlin köçərkən ona şərbət bişirib qoşurlar. Yəni qız şərbətlə ata evindən gəlin gedir və bunun bir neçə mənası var. Ağbirçək analar belə deyirlər ki, gəlin bəy evində ilk 3-5 günü çay çörək yemir, utanır, çəkinir. Ona görə ata evindən köçərkən gəlin çörəklə, şərbətlə gəlin gedir. Qədim adətlərimiz çox gözəldir. Yaşatmaq lazımdır. Gənc nəslə, gələcək nəsillərə çatdırmaq lazımdır. Bugünlük bu qədər. Sizin də sözünüz, söhbətiniz şərbət kimi şirin olsun. Ruziniz bol, bərəkətli olsun. Sağ olun. Kanalı izləməyi unutmayın.